Verilişin baş sponsoru Hacı Seylon Çayları. Hər dalğanın bir səsi, hər insanın bir hekayəsi var. Xəzərin sahilindəyik, əziz dinləyicilərimiz, əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Biz dalğanın səsi ilə bir həyat hekayəsini dinləyəcəyik. Və bugün bizim Xəzərin sahilində tam da Xəzərin özüdür. Xəzər Süleymanlı, Xəzərin sahilindən hər birimizi salamlayır və Xəzərlə, Xəzərdən danışmaq bir ayrı hissdir, bir xüsusi bir hissdir. Xəzər bəy, xoş gəlmisiniz. Çox sağ olun Fəxri xanım, təşəkkür edirəm sizə dəvətiniz üçün. Sizi görmək çox xoşdur, burada olmaq çox xoşdur. Qarşılıqlıdır. Və adətən Xəzərlə bağlı maraqlıdır ki, çox vaxt mənim ətrafımda doğmalar, dostlar bəzən Xəzərin sahilində olanda biraz zarafatla da olsa deyirəm ki, iki Xəzərin arasında arzu tuta bilərsiniz. İndi bunu sizə də aid eləmək istəyirəm ki, istədiyiniz arzunu üzərinizdə tuta bilərsiniz. Çünki iki Xəzərin arasındasınız və düşünürəm ki, bugün maraqlı olacaq. Hətta qəribə bir məqam var bu Xəzərlə bağlı. İstəyirəm onu da dərhal unutmamış deyim. Bəzən insanlar sosial şəbəkələrdə müxtəlif mesajlar yazırlar. Şeirlərlə bağlı fikirlərini bölüşürlər, səsləndirdiyim müəlliflərlə bağlı fikirlərini bölüşürlər və bir dəfə qəribə və maraqlı bir mesaj var idi ki, biz fikirli olanda, ümumiyyətlə özümüzü biraz narahat hiss eləyəndə iki Xəzər öz tuturuq. Biri Xəzər dənizidir, biri də Xəzər Süleymanlının şeirləridir. Və bu mənim yaddaşımda qalan ən gözəl məqamlardan. Ona görə də bugün qəribə belə bir maraqlı atmosfer var. Düşünürəm ki, maraqlı olacaq verilişimizdə. Əslində, müasir tendensiyaya, müasir insan rutininə bir balaca fərqli və yadımı deyim, bir balaca demode də deyə bilərəm, nə təəssüf ki, bu verilişin stilistikası. Biraz poetik, hər zaman insan fəaliyyətindən asılı olmayaraq, varlığından asılı olmayaraq insanın ruhuna xitab, məkandan yararlanaraq, məkana xitab edərək onun ruhuna keçid, bütün bunların hər biri bu verilişin stilistikasıdır. Və hərdən fikirləşirəm ki, bu müasir və bu daha tələskən, daha çevik, daha rutin çevikliyi ilə fərqlənən bir insanı nə qədər təsir eləyə bilər. Amma Xəzər Süleymanlı imzası və onun sosial şəbəkələrdəki səhifələrinə xitabən baxanda görmüş oluram ki, yox, istənilən insan mövqeyindən, dilindən, dinindən asılı olmayaraq onun bir ruhunda bir poetik, bir düşüncələrinə yansıyan bir xatirələri ilə söhbət. Yəni bu hər bir insana malik bir hissdir. Bu mənada bugün hər iki Xəzərin ortasında olmaq, arasında olmaq, hər iki Xəzərin ruhunun o təsirində tamaşaçılarla olmaq ümid edirəm ki, fərqli bir hisslər yaşadacaq. Xəzər Süleymanlı. Mən istərdim, bax, sizi daha dərindən tanıyaq. Çünki Xəzər Süleymanlı dedikdə ilk olaraq poeziya, ruh, düşüncə, sakitlik, huzur, bəzən səssizlik, hərdən fikirləşirəm, ən dərin və ən təsirli nitq səssizlikdir. Xəzər Süleymanlı dedikdə onu biz hiss edirik. Amma onu biz nə dərəcədə tanıyırıq? Nə dərəcədə o belə doğulub, yoxsa özünü belə yaradıb? Bax, onu nə dərəcədə bilirik? Bax, bu sualların cavabını bugün ümid edirəm ki, biləcəyik. Xəzər Süleymanlı kimdir? Əslində, çox vaxt çalışıram ki, Xəzər Süleymanlı obrazı daha çox ön planda olsun. Niyə obraz deyirəm? Mən qiraətçiyəm, şeirlər səsləndirəm. Hətta yadıma gəlir ki, bir 5-6 il bundan qabaq ümumiyyətlə öz görüntümü də paylaşmırdım. Və şeirlərin fonunda müxtəlif videolar olurdu, fotolar olurdu və s. Və ta ki, artıq efirlər maraq göstərib dəvət elədilər. Ondan sonra zahirən də belə deyək, görülmüş oldum insanlar tərəfindən. Niyyətim o idi ki, ümumiyyətlə bir maraqlı bir sirli obraz olsun. İnsanlar öz hissləri ilə baş-başa qalanda, öz duyğularını kəşf etmək istəyəndə, özlərini daha da dərindən ifadə edən hansısa bir səs, musiqi, şeir
axtaranda həmin o obraza üstünlük versinlər. Və buna görə həmişə şəxsi məqamları gizlin saxlamışam. Və düşünürəm ki, bəlkə də ən doğru addımlarımdan biri budur. Yəni, insanlar daha çox Xəzər Süleymanlı imzasını tanısalar daha yaxşıdır və sevindiyim məqam budur ki, elə insanlar onunla da kifayətləniblər. Məsələn, adətən bir insan tanınanda, biraz diqqət cəlb eləyəndə özünə, indi mən məşhurluq ifadəsini istifadə eləmək istəmirəm, çünki özümü heç vaxt məşhur hesab eləməmişəm və ona niyyətim də olmayıb. Mənə elə gəlir ki, bir sənətçini məşhurluqdan çox insanlar həqiqi bir sirdaş kimi, dost kimi qəbul etməlidirlər. Və bu mənada mən tamaşaçılara da həmişə o sevgini mütləq göstərmişəm ki, onlar heç vaxt Xəzər Süleymanlı obrazının arxasındakı həqiqi Xəzərin kimliyinin kim olması ilə bağlı bir o qədər suallar verməyiblər, maraqlanmayıblar, axtarmayıblar, araşdırmayıblar. Və bu da mənə biraz daha çox rahatlıq verib. Çünki biz real həyatda təbii ki, hamımızın istər-istəməz həyatımızda müəyyən məqamlar olur. Məişətlə bağlı, işimizlə bağlı, gücümüzlə bağlı. Və bu, həmin o sehri dağıda bilərdi. Mən elə istədim insanlar özləri mənim haqqımda bir təsəvvür yaratsınlar özlərində ki, bu insan necə bir insan ola bilər? Görəsən bu əsəbləşirmi? Görəsən bu kimləsə dalaşırmı? Görəsən bu doğrudanmı şeirlərdəki kimi romantik bir insandır və s. Amma bəzən deyirəm ki, mən çox da şeirlərdə görünən həqiqi o obrazlı bir şəxs deyiləm. Yəni, bunun arxasında ənənəvi bir Azərbaycan kişisi var və ondan da biraz dərinə getsək bir şərq kişisi var. Və indi təxmini bu iki məhvumu dərindən bilən insanlar bilirlər ki, Azərbaycan kişisi, şərq kişisi, harada boşluqları var, harada düz addımları var və s. Yəni, elə də ətrafımdakı insanlardan fərqlənən biri deyiləm. Yəni, mənim də hamı kimi hisslərim, duyğularım bəzən üzdə olur, bəzən aqressiv olur, bəzən çox sakit olur. Amma ümumilikdə şeirlərlə ki, məşğul oldum, bu məni tərbiyələndirdi. İndi daha çox özümü cilovlamağa çalışıram hansısa məqamda, daha çox hərəkətlərimə, rəftarıma fikir verirəm. Çünki istəmirəm insanların qəlbindəki o bir yaradılmış bir obraz var, o dağılsın. Və istəyirəm ki, bu sirli, sehirli insanlar özü üçün yaratdığı Xəzər Süleymanlı imzası olduğu kimi qalsın. İndi bilmirəm, bu nə qədər davam edəcək, hansı məqamacan gedəcək, ümumiyyətlə bir gün insanlara bu lazım olacaqmı ümumiyyətlə. Amma hər halda indiki vəziyyət məni çox xoşbəxt eləyir və tamaşaçılar da ümid edirəm ki, bunlar razıdırlar. Xəzər Süleymanlı özünü necə hesab edir ki, o belə doğulmuşdu, belə doğuldu, yoxsa özü-özünü yaratdı? Çünki sizin bioqrafiyanıza baxanda görürük ki, sizin ali təhsiliniz, seçdiyiniz ixtisas texniki sahədir. Bəli. Və? Əslində, belə deyim, mənim indiki məqama çatmaq və buna bir inkişaf mərhələsi desək, tamamilə fərqli olub. Mən bir 5 il bundan qabaq ki, Xəzərə baxanda başqa bir şey tapıram. 10 il bundan qabaq ki, Xəzərdə başqa bir məqamlar var. Və ümumilikdə deyim ki, məsələn, mən 20 yaşlarda arzuladığım yaşam tərzini, həyata keçirdiyim o müəyyən şeylər ki var, onları indi özüm üçün belə bir çək-çevir eləyəndə baxıram ki, mən nə qədər tamamilə səhv bir yolda olmuşam. Səhv nədir, düz nədir? O zaman səhv hesab etdiyiniz, bugün isə doğru hesab etdiyiniz, o zaman doğru, bugün səhv hesab etdiyiniz nədir? Misal üçün. Məsələn, indi bu yaşımdan həmin yaşa boylananda belə obrazlı şəkildə desək, təbii ki, 20 yaşlarda yetkinlik dövrünü hələ ki tamamlamamış bir gəncliyə atılan bir insanın istər-istəməz fikirləri, düşüncələri öz dövrünə bənzəyir və öz dövrünün həmin yaşlardakı insanlarına bənzəyir. Məsələn, biraz meyilli olur, daha çox
küçə həyatına, küçə tərzinə və s. İndi bunu deyib sonra Bu çılğınlıq idi. çılğınlıq deyə. Məsələn, məni bəlkə də həmin dövrlərdə daha çox qoruyan, mühafizə edən mənim valideynlərim olub. Əslində onlar mənə saat nəzarət eləməyiblər. Sadəcə hər dəfə biz müəyyən mövzuları müzakirə edəndə, tutaq ki, atam elə bir söz işlədib ki, o məndə öz təsir gücünü qoyub və yaxud da ki, anam mənə elə bir ifadə işlədib ki, məsələn, bax, bu budur, bu belədir. Və mən hardasa olanda, addım atanda, onlar yanımda olmasa belə, artıq düşünmüşəm ki, mən onlara layiq olmalıyam. Yəni, düzdür, mən indi bəlkə də düşüncəsiz olaraq burada gəlib kimlərin səhatəsinə düşmüşəm. Amma bu addım atsam, onlar üçün nə qədər böyük bir təsirli bir məqam olar. Təbii ki, indi məsələn, artıq yaşımızın elə məqamıdır, nə tam yaşlı bir insanıq, nə də tam gəncik. Amma bugün, məsələn, yeni yetmələrə baxanda, ümumiyyətlə, təzə-təzə həyatın o çətin tərəflərini görməyə başlayıb, seçim qarşısında olan gəncləri görəndə, baxıram ki, mən də bir vaxt belə idim və nə qədər qüsurlu addımlarım olub, nə qədər səhv düşüncədə olmuşam, nə qədər maraq dairəm çox dar olub. Yəni, mən elə bilmişəm ki, elə yaşamaq budur, məsələn, dik başlıqdır, kimdənsə sənə tərs baxanda sən də ona mütləq o cür baxmalısan. Yəni, bunlar təbii ki, primitiv məqamlardır, bu insan həyatının ən Amma sizə elə gəlmirmi ki, vaxtlar. O normal gənclik instinktidir? Yəni, biz kimin gəncliyinə nəzər yetirsək, zaten bu xüsusiyyətləri görmüş olarıq. Bəs Gəncliyin özü çılğınlıqdır. Biz gənclikdən müdriklik gözləyə bilərikmi? məsələ odur ki, siz həmin dövrlərdə təbii ki, biz onu başa düşmürük, bilmirik və indi o inkişaf mərhələlərini mən izah elədiyim üçün gedib ora toxunuram və o qüsur kimi görünür mənə. Həmin dövrdə isə mənim üçün mən dünyanın ən doğru adamı idim. Mənə elə gəlirdi ki, hamı səhv bilir, amma mən bunu düz eləyirəm. Məsələn, bu heç kim bu işə qarışa bilməz, mənim qərarım doğrudur. Amma 5 il keçir, 10 il keçir və görürsən ki, əslində yəni sən nə qədər doğru olmayan məqamlarda olmusan və təbii ki, insan ömrünün sonunacan o nöqsanlar üzərində işləyir və indi demirəm ki, mən tamamilə nöqsanlardan arınmışam, tamamilə səhvlər bir kənarda qalıb artıq doğru addımlar atıram. Məsələn, indinin də öz səhvləri var və əminəm ki, 5 ildən sonra 5 ildən sonra yenə bu yaşa, bəlkə də biz yenidən həmsöhbət olsaq, bu sualı verirsiniz, deyəcəm ki, məsələn, mən 36-37 yaşım olanda mən nələr eləmişəm, nə qüsurlarım olub. O mənada o ardıcıllığı sıralamaq üçün mən belə deyək, o düşüncələrimi bölüşürəm. Amma ümumilikdə səhv düz düşünürəm ki, insan səhvlər etməlidir. Hətta bəlkə də insan düz addımları o vaxt atır ki, artıq səhv addımları atmış olur əvvəlcədən və o bilir. Çünki biz səhv addımları atmasaq, səhv eləməsək, nöqsanlar eləməsək, düzün nə olduğunu bilmərik. Bizim üçün həqiqi mənada düzü, düz əməlləri izah edən elə səhvlərdir. Və çox qəribədir ki, Allah belə daha çox günahkar bəndələrini özünə tərəf çəkmək istəyir. Məsələn, günahsızlara, tutaq ki, bizim dini kitablarda belə günahsız bəndələri öymək, onları yuxarı qaldırmaq çox azdır. Amma əvəzində günahkar bəndələrin dəvəti Allah tərəfindən onların məcazi mənada desək, qucaqlanması daha çoxdur. Və deməli, günahkar bəndələr o bəndələrdir ki, onlar səhv addımların nə olduğunu bilirlər və düz addımda daha yəqindilər. Çünki onlar daha əmindilər ki, səhv bu idi, bu düzdür. Xəzər bəy, insanın nəfəsindən, insanın baxışlarındakı işartıdan, insanın o səmimiyyətini hiss etmək mümkündür. Və bu energetik bir bağdır, impulsdur. Və bu mənada sizin keçmişlə özünüzün arasında özünüzlə həmsöhbət olmaq mən elementlərini hiss elədim və bu kamilliyin ən birinci addımıdır. Ən birinci. İnsan birinci özü özünə qarşı dürüst olanda artıq o daha güclü olur. Razısınız yəqin ki. Artıq reklamların zamanıdır və sizin təhlilli tərzinizdə, təhlilli münasibətinizdə bir insanın
sizin fonunuzda digər daha bir gənc insanın kamilliyə doğru getmə mərhələsində nəyin doğru, nəyin yanlış olduğunu da görürük. Məsələn, çılğınlıq eləmək olmaz. Dikbaşlıq eləmək olmaz. Yəni biz bunu biraz bədii formada, biraz daha ütülü formada dedik. Amma ki, nəticə olaraq bu qənaətə gəlirik. Amma hansı yaşda oluruqsa olaq, biz çayı sevirik. Və siz bir mental, əsl şərq bir kişisi olduğunu söyləyirsiniz. Əsl bir məişət insanı olaraq da özünüzə məxsus bir tapların olduğunu söyləyirsiniz. Məncə çay bizim bax o energetikamızı tamamlayan bir amildir. Çaydan içirsiniz, siz də, mən də içirik. Sevə-sevə. Və reklamlara keçid alırıq. İçib dadını yəqin ki, bizə bildirəcəksiniz. Verilişdən öncə də bizim Xəzər bəy çayımızı içib. Bayaqdan bu məqamı gözlürdüm. Bu Hacı Seylon çaylarıdır, əziz tamaşaçılarımız. Bizim ağız dadımız Hacı Seylon çaylarıdır. Siz də alıb, içib, dəmləyib, bəyənsəniz bizə bu barədə öz fikirlərinizi bildirə bilərsiniz. Sosial şəbəkələrimiz var. Mənfi, müsbət bütün fikirləriniz bizim üçün qəbuldur. Qısa aradan sonra biz buradayıq. Xəzərin sahilində Xəzərlənik. Hər iki Xəzərin arasındayıq. Siz də arzu tutun. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Biz Xəzərin sahilindəyik. Xəzər Süleymanlı ilə bir yerdəyik. İki Xəzərin arasındayıq və arzularımız böyükdür. Bugün bu an mənim tutacağım arzu odur ki, tamaşaçılarımız bizi böyük sevgi ilə izləsin. Səsli şəkildə dilə gətirirəm. Reytinqlərdə birinci olaq. Hərçənd ki, belə bir verişlər heç vaxt reytinqlər cədvəlində birincilərdən olmur, nə təəssüf ki. Biz bundan barışırıq. Amma ki, hər halda var olaq, hər halda ruhlara xitab etməyə gücümüz olsun, imkanımız olsun və hər zaman tamaşaçılarla bərabər, onların impulsları ilə bərabər sevgi bəxş edək və sevgi qazanaq. Amin. Bax, bu arzu niyyətlə Hacı Seylon çayları sizinlədir. Çünki bu dəqiqələri o bizə və sizə bəxş edir. Siz də alın, dəmləyin, için və ən çox sevdiklərinizlə bərabər olun. Çünki biz, Xəzər bəy, dostu da çağıranda çay süfrəsinə çağırır. Gəl çay içək, səndə bir sözüm var. Bütün bəhanələrimiz çayla. Bütün bəhanələrimiz. İzdivacda da şirin çay içirik, sonra deyirik, məsələ həll olundu, artıq bu şirin çayımızı içmişik. Ona görə çay bizim üçün artıq dırnaq arası da desək, yəni müqəddəs bir təam sayılır. Xəzər bəy, Xəzərin sahilindəyik, gözəl də çay içirik. Və hava da o qədər gözəldir. Mən sizə deyim ki, hər günün, hər saatın Xəzərin öz rəngi, öz duruşu və öz dalğası var. Və bəzən məkanları dəyişmək, məkan üçün nələrsə düşünəndə fikirləşirəm ki, hər dəfə, hər saatda, hər anda Xəzər arxada bizdə tamamilə fərqli görünür. Demək ki, məkan da öz dövrünə görə fərqlənir. Xəzər Süleymanlının nəfəsindən bugün Xəzər haqqında, dəniz haqqında bir şeir eşitməsək, bu artıq günah olar. Əslində elə dənizə baxa-baxa bayaqdan nədənsə Nigar Rəfibəylinin bir şeiri keçirdi aklımdan və ümumiyyətlə Nigar Rəfibəyli yaradıcılığında, Rəsul Roza yaradıcılığında onların bir-birinə həsr etdiyi çox gözəl bir məktublaşma silsilə şeirlər var. Və o qədər saf, o qədər gözəl hisslər var ki, orada müxtəlif mövzular var. Tək bir-birinə şeir üzərindən o sevgilərini etiraf etmirlər. Eyni zamanda hər mövzunu məktuba çevirirlər. Və həmin şeirlərdən biri var, Dənizin səsi gəlir adlanır belə bir şeir, Nigar Rəfibəylinin yazdığı. Və bayaqdan elə inanırsınız, siz o hər dəfə Xəzərin sahili dedikcə nədənsə o şeir gəlirdi mənim dilimin ucuna və istəyirəm ki, həmin o şeiri oxuyum. Həm də verilişdən öncə sizi Xəzərlə mən görüşdürdüm, bir Xəzərlə söhbətləşdiniz, əhdi peyman bağladınız, bir gün bizə nə dediniz biz bilmirik, amma sizdən onun ruhunu istəyirik. Unutmaq istəyirəm xatirələri, dənizin səsi gəlir. Unutmaq istəyirəm qəlbimin sınıq məhəbbətini, istirablı bir eşqin hekayətini, dənizin səsi gəlir.
Unutmaq istəyirəm acı şirin xatirələri, dənizin səsi gəlir. Dəniz, sevdalı dəniz, əfsanələr kimi şirin xəyalı dəniz. Sevmişəm dalğalarında, günəşində yanmışam. Sənin sahillərini yalın ayaq gəzib dolanmışam. Məhəbbətim sənə bağlı dəniz. Sinəsi sinəm kimi hicran dağlı dəniz. Unutmaq istəyirəm sahilində şirin bir yuxu kimi keçən həzin axşamları, günəşli səhəri. Unutmaq istəyirəm yandırıb yaxan xatirələri. Dənizin səsi gəlir. Belə bir şeir. Bizim bütün xatirələrimizi və hisslərimizi ifadə edən şeir. Hər zaman düşünürəm ki, insanlara verilən adlar öz təsdiqini yaşadıkça tapır. Yəni hər bir insan öz adının haqqını verir. Xəzər adı Xəzər Süleymanlıya qoyulanda, yəni dəniz də bizim poetikamızın, dəniz bizim ruhumuzun, dəniz bizim düşüncələrimizin yəni ünvanıdır. Bu adı sizə kim verib? Sizə bu taleyi Allah verib. Adı sizə kim verib? Adı atam verib mənə. Ümumiyyətlə adımla bağlı bir-iki maraqlı xatirələrim var. Həmişə mən atamdan soruşurdum ki, uşaq olanda niyə görə Xəzər adını vermisən mənə, dənizin adı və s. Təbii ki, onun atamın da bir şair tərəfi var. Mənə şeirləri sevdirən də odur, mənə ədəbiyyatı sevdirən də olub və bəlkə də bu ciddi nəzarət genetik olaraq belə həm ötürülüb, həm də onun nəzarət altında daha çox bərkiyib, möhkəmlənib. Və qəribədir ki, mən elə bilirdim ki, mən dünyaya gələndən sonra atam mənə bu adı verib. Amma bir dəfə mən uşaq idim, atam uzun müddət danışmadığı bir tələbə yoldaşı ilə telefonda danışırdı. Bu mobil telefonlar təzə çıxan dövrlərdə. Və gördüm ki, o həmin tələbə yoldaşı soruşur ki, Xəzər necədir? Atam dedi ki, sən nə bildin ki, bəs mənim oğlumun adı Xəzərdir? Deyir, çünki sən tələbə dövründə deyirdin ki, oğlum olsa adını Xəzər qoyacaq. Mən başa düşdüm ki, deməli, bunda lap köhnə vaxtlara dayanır bu ad məsələsi. Uşaq vaxtı biraz adıma qarşı qəribə bir kompleks yaşayırdım. Çünki ənənəvi adlar daha çox mövcud idi, daha çox populyar idi. Və harasa gedəndə Xəzər deyəndə təəccüblənirdilər. Və təbii ki, uşaq olduğumuz üçün bəzən zarafat da edirdilər, bəzən davamız da düşürdü. Yadımdadır ki, başqa yerlərə gedəndə tanımayan uşaqlar olanda, adımı soruşanda, məsələn, deyirdim Anar. Və bir dəfə də belə özümü bu cür təqdim eləmişdim. Futbol oynayırdıq bunlarla, mənə Anar deyirlər belə. Və anam çağırdı ki, Xəzər gəlib və bəs yemək hazırdır. Və bunlar dedilər, nə, Xəzər? Başladılar, bunlar da zarafat eləməyə və mən biraz anamla belə gəldim, əsəbləşdim ki, uşaqlar mənim adıma görə məndən belə də zarafat eləyirlər. Biri göl deyir, biri dəniz deyir. Və qəribə belə bir xatirələrim var adımla. Amma siz demiş, zaman keçdikcə insan öz adının, belə deyək, o yükünün altında sanki adına tərəf daha çox istiqamətlənir. Və mən indi baxıram ki, bəlkə də mənim taleyim elə bu adımla bağlıymış. Mənim adım mənim həyatımın bir istiqaməti oldu. Çünki çox qəribədir ki, artıq adıma çox bağlıyam və qəribə bir qısqanclıq da yaranıb öz adıma qarşı. Başqalarında görəndə, başqalarında hiss eləyəndə belə həm qəribə gəlir və istəyirdim ki, heç kimdə olmasın hətta bu ad. Yəni belə bir sevgim yaranıb. İndi tamamilə əhvalıma belə təsir edən bir məhfuma çevrilib mənim adım. Məsələn, Xəzər, bəlkə də hələ bu dənizin də orada bir müəyyən bir obrazlı deyək bir önəmi var. Hər halda indi adım mənim üçün mənim həyatımı ifadə edən ən böyük birinci ön planda olan məqamdır. Bəs övladlarınızın adı nə qoymusunuz? 2 oğlum var. Birinin adı Cəlaldır, birinin adı Fatihdir. Cəlalı birlikdə qərarla
vermişik. Çünki Cəlal adını çox sevirəm və Komsomol poeması ümumiyyətlə mənim üçün çox ən sevdiyim əsərlərdən biridir Səməd Vurğunun. Yeddi oğul istərəm filmi də ən çox sevdiyim filmlərdəndir və həmişə məndə nəsə bu Cəlal adına qarşı xüsusi bir sevgi var idi. Və elə oldu ki, elə qərarım Cəlal oldu, amma Fatih adını isə atam təklif etdi. Mən əslində onun adını istəyirdim, atamın adı Süleymandır. Amma dedi ki, hələlik mənim istəyim budur ki, Fatih olsun. Bir gün nəvələriniz olsa, Süleyman adı verərsən. Onun da qərar verən tərəflər tapılacaq. Xəzər bəy, poeziya bugün insanların həyatında hansı rol oynayır? Missiyası nədir poeziyanın? Əslində, o qədər gözəl sualdır bu və mən həmişə düşünmüşəm ki, görəsən, şeirə bu qədər mi insanların ehtiyacı var idi? Bizim yaş dövrümüz elədir ki, 2000-ci illərin əvvəllərində yaranmış o gözəl musiqiləri görmüşük. Yadınızdadırsa, silsilə musiqilər yarandı müxtəlif müğənnilərin ifasında və çox gözəl bəstəkarlar var idi. Və bizim hisslərimizi, həqiqi sevgi elementlərini ən son ifadə edən mahnılar da 2000-2005 arası yaranan mahnılar oldu. Və sonra demək olar ki, artıq çox təəssüflər olsun ki, bayağı mahnılar dəbəm indi, mənşəyi bilinməyən musiqilər dəbəm indi və hətta 2000-ci illərdə parlayan ulduzlar belə sonradan əvvəlki səviyyədə mahnılarını bərpa edə bilmədilər. Çünki o yaranmış bəstəkarlar və şairlər birdən-birə sanki yoxa çıxdılar. Bacara bilmədilər bu zaman. Tendensiya dəyişdi. Çox qəribədir və mən təzə-təzə şeirlər səsləndirməyə başlayanda özüm üçün də belə qaranlıq idi ki, indi bu dəqiqə hamı tamam fərqli bir istiqamətdədir, zövqlər başqa cürdür. Amma nədənsə içimdə bir inan var idi ki, bu ola bilməz ki, bu insanlar bu qədər həqiqi hisslərdən, duyğulardan uzaq düşsünlər. Yəni zamanın bu texniki inkişafı onları öz hisslərindən çox da uzağa apara bilməz. Və təzə-təzə şeir səsləndirəndə insanların acgözlüklə həmin şeirlərə olan münasibəti biraz kobud səslənsə də bu həqiqətən belə idi. Və baxdım ki, yox, deməli hələ ki insanların hissləri diridir və onların bir poeziya ehtiyacı var. Amma sizə elə gəlmirmi ki, bu poeziya sizin, yəni sizin şeirlərinizi səsləndirib bizə çatdırandan sonra o maraq poeziyaya deyil, sizin tərzinizədir. Çünki şeirləri qiraətçilər söyləyəndə bəzən pafosla söyləyirlər, bəzən onu böyük bir obraza girərək söyləyirlər. Hətta nə isə çatdırmaq üçün güc tətbiq edir. Yəni adını belə qoyacağam. Yəni güc tətbiq etdiklərinin belə şahidi oluruq. Amma belə bir söz var, чтобы блестеть, не надо блистать. Parlamaq üçün parlamaq lazım deyil. Xəzər Süleymanlı stilistikası poeziyaya tərz gətirdi. Yəni sadəcə söyləmək tərzi. Sizə elə gəlmirmi ki, bax, maraq oradan başlayır? Mən sizə təşəkkür edirəm bu fikirləriniz üçün. Çünki mən özüm haqqında o fikirləri heç vaxt söyləyə bilmirəm, deyə bilmirəm, amma bu var idi. Biraz təkəbbürlü kimi görünməsin, sadəcə fikrimi izah edəcəm niyə görə var idi. Ümumiyyətlə, nə isə bir şeyi təqdim edəndə mütləq şəkildə nəyi, nə üçün, niyə etdiyinin fərqində olmalısan, mütləq şəkildə. Bəli. Və bu nə edirəm, nə üçün edirəm, niyə edirəm suallarının cavabını tapmayanda nəticədə çox dağınıq və xaotik bir ifa tərzi yaranır və siz dediyiniz kimi bəziləri bunu qışqırmaqla ifadə eləmək istəyir, bəziləri şeiri qolunu qıçını sındırmaqla eləmək istəyir və s. Və nəticədə heç kimə lazım olmur və ola bilir, yəni istənilən bir adam bugün nəsə iş görsün, onun da bir fanatı olacaq, onu da bir sevən olacaq ki, biz bunu görürük artıq sosial şəbəkələrdə. Amma ciddi və peşəkar insanlar tərəfindən sənin və böyük bir insan kütləsi tərəfindən sevilməyin üçün sən etdiyin işin fərqində olmalısan. Və mən şeir səsləndirməyə başlayanda mən bilirdim ki, mənim çıxdığım yol, başladığım yol çətindir və burada mənə insanların sevgisini, diqqətini qazanmaq asan olmayacaq. Amma mənim içimdə bir hiss var idi ki, mən şeirlərlə düzgün rəftar edəcəm. İnsan hisslərini satmayacam, aldatmayacam. Mən şeiri olduğu kimi ötürəcəm və insanlar
bir növ öz dərd ortağını, dərd sirdaşını tapacaqlar. Şeirləri adətən dərd ifadəsinə bağlamaq istəmirəm, çünki bu həm də mənim niyyətim bir meditasiya forması yaratmaq idi. Məsələn, insanlar var ki, baxırsan daş kimi bərkdir, ağlaya bilmir bu insan, yəni heç bir halda. Amma bir dənə şeirin hansısa bir ifadəsi onu ağladır və onda qəribə bir rahatlıq yaranır və sanki neçə illərdir bu hissi gözləyirdi ki, o bir balaca heç olmasa hansısa bir həqiqi hissi duya bilsin. Və bu şeylər düşünürəm ki, çox maraqlı oldu insanlara. Bir də həm də onun psixoloji məqamı var, Xəzər bəy. Biz yaxın bildiyimiz, doğma bildiyimiz insana sözü pıçıltı ilə deyirik. Yaxınlaşırıq və ona pıçıltı ilə söz deyiriksə, bu o deməkdir ki, heç kim eşitməsin. Bircə sən eşidəsən, bu sənə məxsusdur. O deməkdir ki, sənə yaxındır o adam. Amma nə qədər yaxınlığımızda əyləşsə də, bir balaca biz ona qarşı başqa cür uzaq münasibət bəsləsək, səsimizin tonu qalxır. Bilirsiniz, bax, bu məqam mənə elə gəlir ki, sizin yaradıcılıq süjet xəttinin ən pik səbəbidir. Siz insanlarla astadan və pıçıltı ilə danışırsınız və insanlar özünü o səsə yaxın bilir. Mən şeiri səsləndirəndə bunu həmişə istəmişəm ki, o həmin atmosferi necəsə ifadə edə bilim. Mən elə bilirəm ki, kimsə əlini mənim çiynimə qoyub, ya başını mənim çiynimə qoyub və mən şeiri onun üçün səsləndirirəm. Və bunu duymaq, hiss etmək belə mənim üçün gözəldir. Mən əgər o məhrəmiyyəti hiss eləmirəmsə, heç vaxt şeir alınmır məndə, çox qəribədir. Ola bilər səsləndirirəm, məsələn, şeiri, mikrofonu görürəm və mikrofon qarşısındayım, şeiri deyirəm. Amma sonra bir müddət keçəndən sonra deyirəm ki, ayda mən o qədər də uğurlalınmayıb, baxı, bu yaxşı olmalı. Təlimçilərin belə bir stilistikası var, belə bir üsulları var daha doğrusu. İnsanlar olur ki, onlar böyük bir auditoriya qarşısında çıxış etmək məcburiyyətindədirlər, amma danışa bilmirlər. Yəni, insan görəndə, çıxış eləmək görəndə onları həyəcan basır və təlimçilərin bir üsulu var. Bu üsul hər yerdə çox gözəl keçir və bu üsulu mən də hər zaman söyləyirəm auditoriya qarşısında. Əgər danışa bilmək sənə çətindirsə, sən həmən o yerdə, tribunadasansa və yaxud başqa bir yerdəsənsə, böyük bir kütlə qarşısındasansa, kiminlə danışmaq sənə daha xoş olar? Kiminlə danışanda sənin bütün çakraların açılır? Olur axı, elə insan olur ki, onun yanında sənin nitqin quruyur, heç bir söz deyə bilmirsən. Amma elə insan olur ki, sən onun yanında cümlələrin axır, bütün enerjin axır, sözlərin axır, bütün şəlalə kimi hər bir sənin bütün hisslərin o insanla alınır. Bax, həmən onu gözünün qarşısına gətir və ona danışırmış kimi fikirlərini ifadə elə. Bax, o, siz bilmirəm, onu bilirdiniz, bilmirdiniz, amma bilmədiyiniz halda belə siz o üsulu tətbiq eləmişsiniz ki, kimsə sizə çiyninə başını qoyur və ona sən şeir deyirsən, o anda nə deyərdin, nə hiss eləyərdin və o enerjidə olduğu kimi səmimi şəkildə qarşı tərəfə ötürülür. Çünki biz mübadilə ilə yaşayırıq. Mən heç bir zaman mənim üçün sual yaranmır ki, görəsən Xəzər Süleymanlı misal üçün mənim haqqımda nə fikirləşir? Onu mən heç vaxt düşünmürəm. Niyə? Çünki mən bilirəm ki, mən onun haqqında nə düşünürəmsə, o da mənim haqqımda onu düşünür. Bir insan bilmək istəyirsənsə ki, sənin haqqında nə düşünür, əmin ol ki, sən onun haqqında nə düşünürsənsə, o da onu düşünür. Bax, bu da həmin o enerji mübadiləsidir. Xəzər bəy, reklamlarımızın zamanıdır. Biz də çayı içib boğazımızı yaşlamağı düşünürük. Bu bizim stimulumuzdur, enerjimizdir, soyuyub indi. Bax, biz sizə yenidən reklam arası biz təzə çay içəcəyik, əziz tamaşaçılarımız. Hacı Seylon çayları içirik. Siz də alın, dəmləyin, dadına baxın, için. İnanın, bugün bir sənətkarımız zəng elədi mənə ki, çayım qutarıb və evdəkilər, yaşlı anası var, xalaları var. Evdəkilər artıq hacı çayından başqa çayı qəbul eləmirlər. Sən Allah o çaylardan göndər, dedim, baş üstə, gözüm üstə. Ağız dadımız, bax, bu çaydır, sizə də tövsiyə edirik, çünki bilirik ki, içənlər bəyənir. Qısa aradan sonra buradayıq.
Reklamların zamanıdır. Demək ki, biz Hacı Seylon çaylarından daha ətraflı danışmalıyıq. Çünki Hacı Seylon çayları insan orqanizminə faydalı olan kimyəvi elementlərlə zəngindir və Hacı Seylon çaylarının tərkibində 300-dən çox kimyəvi elementlər var ki, bunlar da bir sıra xəstəliklərin aradan qalxmasına səbəb olur. Yorğunluğu aradan qaldırır, yuxusuzluğu aradan qaldırır və hətta xəstə göz nahiyəsinə yaxşı dəmlənmiş Hacı Seylon çayı qoysanız, həmin nahiyə də sağalmış ola bilər. Və əziz tamaşaçılarımız, Hacı Seylon çaylarını hardan alaq deyə soruşsanız, Hacı Seylon çayları şəhərimizin marketlərində, xüsusən də Tayqa Store'da olur. Və ora yaxınlaşırsınız piştaxtalara, orada müxtəlif növ Hacı Seylon çaylarını görə bilərsiniz. Yaşıl rəngdə, qırmızı rəngdə, ağ rəngdəki çay isə yaşıl çaydır və yaşıl qablaşmada olan, qırmızı qablaşmada olan çaylar xırda yarpaqlı və iri yarpaqlı olması ilə fərqlənir. Paket çaylar da var, işləyən insanlar, tələsən insanlar həm yaşıl, həm qara çayı oradan əldə edə bilərlər. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Və nəzərinizə çatdırım ki, Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu da Hacı Seylon çaylarında var. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir və hər birinizin evinizdən, süfrənizdən sevimli dadınız əskik olmasın. Bu sizin halal qidanız, bu sizin sevimli ağız dadınız olan Hacı Seylon çayları olsun. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Xəzərin sahilindəyik, Hacı Seylon çayları ilə bərabər sizinləyik və biz bugün Xəzərin sahilində Xəzər Süleymanlı imzası ilə bərabərik. Xəzərin ruhundayıq, Xəzərin yanındayıq. Xəzər bəy, eşidər-eşitməz ki, siz mənim bugün qonağım olacaqsınız. Sizə gözəl xanımlar suallar ünvanlayıb. Deyirlər ki, bizim sualımızı verərsiniz. Dedim, əlbəttə verərəm, məmnuniyyətlə verərəm. Nədir sizi maraqlandıran? Afət xanım, sualınızı səsləndirirəm buradan. Yazır ki, öz həyatınıza aid olan bir şeir varmı? Afət xanıma təşəkkür edirəm sual üçün. Ümumiyyətlə, hər şeirdə insan öz həyatından hansısa bir sətri tapa bilir, hansısa bir ifadəni tapa bilir və səsləndirdiyim şeirlərin bir çoxunda özümdən bağlı müəyyən məqamlara rast gəlmişəm açıq. Məsələn? Bunun üçün birinci suala qayıdacağam, lap birinci suala. Xəzər Süleymanlı kimdir sualına cavab vermişdim ki, mən çalışıram ki, ümumiyyətlə, şəxsi istərimi arxa planda saxlayayım. Amma bir egoist tərəfdə var məndə ki, məsələn, mən biləndə ki, bir şeir tamamilə məni ifadə edir və kimsə bu şeiri səsləndirsə, məni görə bilər bu şeirdə. Söhbət doğmalardan, tanışlardan və dostlardan gedir. Dərhal o şeiri kənara qoyub səsləndirmirəm. Çünki mən istəmirəm məni ifadə edən şeirlər olsun. Müxtəlif sətirlər olur, müxtəlif hansısa bir toxunan məqam olur, onu keçmək olur. Çünki o tamamilə məni ifadə edən bir şey deyil, amma hardasa bir tərəfi də mənə aid olur. Amma ümumilikdə hansısa şeir məni tam formada insanlara ifşa edə bilərsə, belə yaxşı mənada desək, onu bir kənara qoyuram. Çünki istəmirəm ümumiyyətlə özümdə baş verən. Düzdür, mənim həyatımda çox şükür Allah hər şey qaydasındadır və bəlkə də insanları çaşdıran da budur ki, şeirlər biraz kədərli, qəmgin olur. Ola bilər Xəzərin həyatında nəsə baş verir, amma qətiyyən belə deyil. Mənim həyatımda hər şey qaydasındadır və olduqca xoşbəxt bir həyatım var. Sadəcə bu mənim sevdiyim işdir və bu işlə mən özümü hər tərəfli tapıram bu işdə və ona görə də sevə-sevə edirəm. Xəzər Xəzərdən qaçır, yoxsa Xəzər Xəzərlə barışıqdır? Mən ümumiyyətlə özümdən heç vaxt qaçmıram. Çünki özümdən qaçsam, Xəzərdən, həqiqi Xəzərdən qaçsam. Düşünürəm ki, mən o inkişaf mərhələsi ki, deyirdik, bayaq sayırdıq. Onların heç birini keçə bilmərəm. Əksinə öz həqiqətlərimlə, doğrularımla, yanlışlarımla üz-üzə qalmaq, özümü bəzən bağışlamamaq belə, bəlkə də biraz belə çox təhlükəli səslənə bilər və yaxud da ki, biraz belə qeyri-adi görünə bilər ki, yəni necə bağışlamamaq, amma mən həqiqətən özümü günahlandırmağı, özümü bağışlamamağı və hətta cəzalandırmağı belə çox sevirəm. Çünki bilirəm ki, bunun sonunda o
nəyi közümdə bağışlamıram, o şeylərdən xilas olacam, qurtulacam. Afət xanımın daha bir sualı var. Əslində sualları çoxdur. Deyirəm ki, elə bir nəfəsə bir neçə sualı göndərib, amma ikisini seçirəm. Digərlərini mən elə gəlir ki, inşallah başqa vaxta saxlayaq. Yeri gəlmişkən əziz tamaşaçılarımız, Xəzər bəydən daha bir görüş vədi almışam və bu tam fərqli və tam xüsusi bir görüş olacaq. Onun üçün biz öncədən hazırlaşacağıq və tamaşaçılarımız üçün möhtəşəm bir veriliş hazırlayacağıq. İnşallah. Olubmu ki, hansısa bir şeiri səsləndirmək istəməmisiniz? Olub, çox olub. Amma səsləndirmisiniz, hə? Olur. Bəzən elə olur ki, məsələn, kimsə müraciət eləyir və yaxud da kiminsə adından müraciət eləyirlər və həmin insanların xətrinə nə isə eləməyə məcbursan. Yəni, onların qəlbinə toxuna bilmirsən. Amma orada da bir texniki manevrlər var. Ondan öhdəsindən gəlirsən. Məsələn, hiss elətdirmirsən ki, sən bunu istəmədən səsləndirmirsən və ikinci də əgər bu tamaşaçıya təqdim olunursa, artıq sənin adındır və ona görə də bunu da peşəkar səviyyədə eləməlisən və sevməsən belə, istəməsən belə elə təqdim etməlisən ki, tamaşaçı əvvəlki sevgi ilə digər şeirlər kimi onu da qəbul eləsin. Sizcə zaman keçdikcə insanlar dərinləşir, yoxsa sadəcə susmağı öyrənir? Mənə elə gəlir ki, elə dərinləşməklə susmaq hardasa bir-biri ilə əlaqəli bir şeydir. Çünki insanın dərinləşməyi məcazi mənada desək, artıq öz içinə doğru çəkilməyidir. Artıq gözlərdən uzaqlaşmaq. Dərinləşmək və susmaq bu insanın daxili ruh halıdır. Amma emosional xarakter deyilən bir şey var, o biz insan temperamentlərə bölürük. Ola bilər ki, insan çox emosionaldır, haylıdır, küylüdür, çox qəhqəhəlidir, səsli küylüdür, amma dərin adamdır. İnsan var ki, susqundur, amma onun nə dərəcədə Mənə elə gəlir ki, zaman insanı cilalayıb, dəyişib o mərhələyə çatdıra bilirmi? Məncə, mən bunun şahidi olmuşam deyə əminəm. Susqun insan yoxdur. Sadəcə bəzi insanlar var ki, onlar bilir ki və əmindilər artıq, inanırlar ki, onları eşidən adamlar azdır. Və onları duyan adamlar azdır və nəticədə bu inamsızlıq onlara susqun bir obraz verir, görkəm verir və nəticədə onlar susurlar, danışmırlar. Amma istənilən bir insanı, ən susqun insanı belə duya biləndə, eşidə biləndə, onun hisslərini görə biləndə, onun duyğularını oxuya biləndə baxırsan ki, o insan da artıq o emosional mərhələsinə çatır, o da artıq tamamilə başqa bir insana çevrilir. Sadəcə insanları duymaq, hiss etmək, onları oxumaq bacarığı olmalıdır insanlarda. Hansısa dahilərdən birinin sözüdür, səhv eləmirəmsə Uşinskidir, deyir ki, uşaqlar danışmağı onsuz da öyrənir, biz insanlara susmağı öyrətməliyik. Siz iki övlad atası olaraq uşaqların tərbiyəsində və cəmiyyətdə gördüyünüz bir ənənələrdən çıxarış eləyərək uşaqlara nəyi öyrədirsiniz? Danışmağı yoxsa susmağı? Əslində uşaqlar təmizdir, pakdır, safdır və təbii ki, onlar dünyanın bütün günahlarından, ümumiyyətlə ətrafda baş verənlərdən tamamilə uzaqdırlar. Amma nəticədə biz bu cəmiyyətin və dünyanın adamlarıyıq. Artıq illərdir bizim bu insan kimi təcrübəmiz var. Və istər-istəməz bizim uşaqlar qarşısında o vəzifə borcumuz hardasa bəzən olur ki, onların da gələcəyinə hansısa məqamda təsir eləyir. Amma indiki vəziyyətdə mən bir şey öyrənmişəm ki, mən, bax indi belə deyək, böyük oğlumun o vaxtıdır ki, hər şeyi sual verir, öyrənir, öyrənməyə çalışır. Digəri hələ ki, danışmır, belə deyək, balacadır, 4 aylıq, belə deyək, 4 aylıqdır. Digəri isə, yəni Cəlal daha çox soruşmağa cəhd edir və qəribədir ki, mən artıq get-gedə başa düşürəm ki, mən onu öyrətmirəm, mən ondan nəsə öyrənməyə çalışıram. Çünki o sual verəndə dinləməyi də bacarır, həqiqətən maraqlı olan şeyləri öyrənməyi də bacarır. Mən ona məcburi nəyisə öyrətmək istəmirəm. Mən istəyirəm ki, o nə maraqlıdırsa onun üçün, onu öyrənmək istəsin və danışsın, istədiyi qədər danışsın. Çünki mən onu dinləmək mənə çox böyük bir zövq verir və sevgi ilə, məhəbbətlə dinləyirəm. Çünki onunla bərabər özüm də öyrənirəm və o bəzən cavab verəndə fikirləşirəm ki, mən burada görəsən yalan danışmadım ki, görəsən həqiqətənmi cavab verdim ona. Bu artıq səndə
özünlə yenidən tanışlığın bir mərhələsidir. Qəribə bir atmosferdir bu. Bəli. Bəlkə bu gün Xəzər ruhuna, Xəzərin sahilində qonaq olmuşuq, Xəzər fəlsəfəsindən danışırıq. Bax o şeiri dinləyək. Bax elə orada qəribədir ki, bəlkə də kimsə şəxsi məqamlar axtaracaq tutaq ki, dinləyicilərdən, amma o şeiri mən artıq şeir yazan Xəzərlə sağollaşırmış kimi yazmışam o şeiri. Və mən və ondan sonra demək olar şeir yazmadım və yazmaq da istəmirəm, çünki o ağır bir yükdür, o yükün daşıyıcısı olmaq istəmirəm, çox məsuliyyətli bir işdir və bədii qiraətçi kimi olmaq mənə çox xoşdur. Amma şeir yazmaq istəməkdənmi asılıdır? Qarşısını almaq olur ən azından. O incitmir sonra. İncitdiyi məqam olur, amma mən artıq buna öyrəşdirmişəm özümü. Bəlkə o da ilahi bir fitrət idi, ilahi bir lütf idi. Niyə qarşısını alırsınız? Mən ona təbii ki, Allahın bir mənə verdiyi xüsusi bir məqam kimi baxıram və onu heç vaxt inkar etməmişəm. Çünki mən şeir yazmaqdan da zövq alırdım və çox məmnun idim. Sadəcə olaraq indi mən artıq şeir yazmağın qarşısını aldığım məqamlar olanda belə ona vaxt ayıra bilmirəm ki, sırf onu düşünüm ki, mən bu məqamda neyniyim. Çünki o qədər bədii qiraət sənətinə fikrimi yönəltmişəm. Məsələn, konsertlər, tutaq ki, müəyyən çıxışlar, şeir seçimləri, səs yazmalar və s. Bunlarda başım o qədər qarışır ki, o şeir yazmamaq tərəfi mənə çox yaxın gəlmir, belə deyə. Elə gələndə biraz göz ardı eləyirəm, kifayət eləyir, yəni çox üzərində qalmıram. Amma küsəcək bir də gəlməyəcək, xəbəriniz olsun. Əslində ondan narahat deyiləm açığı. Çünki onsuz da yenə işim kağız-kuvuz içindədir, kitab içindədir və yenə şeirlər səsləndirirəm, mətnlər səsləndirirəm. Dinləyək onda sizin özünüz haqqında olan şeiri. Bir səhər güzgüdə özünə baxıb, son dəfə özündən doyub gedəsən. Bu ömrü yarımcıq əl yazma kimi yazı masasında qoyub gedəsən. Gedəsən nə dərdin, nə qəmin qala, səni səadətin çəkə dalınca. Masanın üstündə qələmin qala, 3 nöqtə göz yaşı tökə dalınca. Dönə göyərçinə bəyaz kağızlar, təlaşla boylana sən gedən yola. Hərflər uşaq tək tuta əlindən, şeirlər hərəsi bir qadın ola. Səfillər boylana kitab rəfindən, yalquzaq uluya şam işığında. Qumarbaz özünü itirə birdən bu qorxunc səslərin qarışığında. Birdən kürəyindən qanadlar çıxa, gerçəyə çevrilə xəyalındakı, buludlar içində gözdən itəsən, bərkdən qışqırasan, əlvida Bakı. Xəzər bəy, siz yazın. Bunu neçə yaşında yazmısınız? Hardasa 27-28 bu belə yaşarım. Siz nə danışırsınız? Siz yazın. Biz tələb edirik, siz yazın. Bunun üçün Xəzər bəy, artıq sizə gözəl bir çay hədiyyəsi verəcəyik ki, siz onu dəmləyəcəksiniz. Bu sizin stimulunuz olacaq. Çünki sənətkarlar, sənətsevərlər təşəkkür edirəm. Çay dəmləməyi və çay ətrafında düşünməyi özəl bir his kimi qəbul edirlər. Mən çox və bu Hacı sevirəm Seylon çaylarıdır, Azərbaycan istehsalıdır və ümid edirəm ki, bizim sizinlə olan bu ilk görüşümüzün davamı olacaq və sizə yaşayıb, yaratmaq, nəfəsinizə qüvvət, ürəyinizə qüvvət deyirik. Çox təşəkkür edirəm sizə. Və hələlik söyləyərək, ardıvar da söyləyərək sağollaşırıq. Və mən son zamanlar belə deyə efirlərdən biraz çalışıram, uzaq olum. Çünki istədiyim o zövq ala bilmirəm, açığı etiraf edirəm. İndi dostlarımız inciməsin. Amma bu verilişdən o qədər zövq aldım ki, inanın, vaxt necə keçdi bilmirəm. Təşəkkür edirəm. Çox sağ olun. Doymadım amma mən, doymadım. Ardıvar deyirik. Və əziz tamaşaçılarımız, bizə verilən zaman başa çatdı. Mən Xəzərin ətrafında, Xəzərin qoynunda bir Xəzər ruhundaydım və bu enerjini də sizə yansıtdım. Bəzən bir nəfəs, bəzən bir şeir, bəzən bir hekayə və bəzən bir sükut insanın bir ömür boyu
yaşaya biləcəyi və unuda bilməyəcəyi bir səbəb olur. Hər birinizə bax bu səbəbin sevgi olması diləyi ilə hələlik söyləyirik. Görüşmək ümidi ilə. Allah amanında. Hələlik. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Verilişin baş sponsoru Hacı Ceylon çayları.